bir təzə seriyamıza başlayırıq. Sırf intervyuda düşən top sualları araşdıracağıq. Bu sualların əksəriyyəti NetCode.io web platformasında cəmləşib. Tələbələrdən bizə tez-tez sorğular olur. Bunların ideal həlli nə olar, müxtəlif həlləri nə olar, bunların kompleksin qəlizliyi nətər ölçə bilərik, necə yanaşa bilərik, necə optimallaşdıra bilərik və s. Mən başlayacağım sırf data strukturlara görə getməyə, müxtəlif riyazi modellər verəcəm, qeyri-optimal və optimal solutionları verəcəm və bunun çox hissəsini LeetCode-da eləyəcəm. Nəyə görə Vision-da yox, LeetCode-da? Çünki LeetCode-da submissionlar çoxdur, digərlər, yəni həll olunmuşlar misallar çoxdur və biz rahatca müqayisə edib sonra onu Vision koda transfer eləyəcəyik. Bu gün araşdıracağımız misal contains duplicate. İlk misal kifayət qədər populyar misaldır və bu gün nələrdən keçəcəyi onu göstərəcəm. Birinci həll yolu olacaq bizdə brute force, ən primitiv solution, sadəcə kombinator olaraq axtarmaqla ki, verilən siyahıda bizdə eyni təkrarlanan rəqəm var, yoxsa yox. Sonra olacaq bizdə sorting and checking for duplicates, başqa bir metod. Sonra üçüncü hash setlə bunu data strukturundan həll eləyəcəyik. Bir də dördüncü approach min-max. Bunu da müzakirə eləyəcəyik və qeyd eləyəcəm ki, hərəsinin üstün mənfi tərəfi nədir? Başlayaq. Birinci misal bizdə olacaq contains duplicate. Hal-hazırda burada açmışam. Deyir bizə tam ədədlər array verilir, toplumu və burada sadəcə biz nəyi print eləməliyik? Əgər yəni təkrar çıxan rəqəm varsa, onu print eləməliyik ki, qaytarmalıyıq true və yaxud false. Gəlin baxaq. Burada output true olmalıdır, çünki burada 1 ilə 1 təkrarlanır və true'dur. Burada 1, 2, 3, 4 nümunəvi verilir. Burada təkrarlanan rəqəm yoxdur, ona görə də false qaytarır. All elements are distinct. Belə. Burada isə birlər təkrarlanır, 2 dənə 3 var əlavə, 2 təkrarlanır, bir dənə də 4 var. Bu true qaytarmalıdır. Gəlin ən sadə yanaşmanı görsədim. Tutaq ki, bizdə belə bir ardıcıllıq var. 1, 2, 3, 1, 4. Sırf brute force həllini verəcəm bunun. Mütləq deyil başlanğıcda hər şey perfect həll eləyək. Sadəcə ilk ağlınıza gələn həll yolu nədirsə, ondan da başlaya bilərsiniz və onu həll elədikcə artıq növbəti etaba daha aydın, belə deyim, daha yaxşı aydınlanma gələcək ki, bunu daha optimal necə həlləmək olar. Məsələn, mən nə edirəm? Başlayıram 2-dən, 2-ni yoxlayıram 1-lə. 2-lə 1 təkrarlanır, yox. Ona görə keçirəm 3-ə. 3-lə aşağıdakiləri yoxlayıram. 3 bundan qabaq gələn ədədlər də təkrarlanıbsa, onda prosesi dayandırıram, true qaytarıram. Bu halda olmur. Sonra 1-lə yoxlayıram. 1-lə başlayıram, təzədən gedirəm bu tərəfə və gəl bura çatanda 1-i tapıram. Əlavə təkrarlanma yoxlanışı ehtiyac yoxdur. Şərtə fikir verirsəniz, bir dənə tapsaq, bəsdir ki, prosesi dayandıraq və true qaytaraq. Bu qədər sadə. Bu halda həll olur. Məsələn, başqa hansı case ola bilər? 2, 3, 4, 5, sonra məsələn, tutaq ki, 5, 6, 5. Məsələn, biz yoxlamağa gələndə 2 ilə 3-ü yoxlayacaq, 4 ilə 3 2-ni yoxlayacaq, 5 ilə 4 3 2-ni yoxlayacaq. Sonra 5 ilə bunu başlayanda 5 artıq burada çıxır deyənə biz true qaytaracaq və növbəti gələn ədədləri yoxlamağa ehtiyac yoxdur. Gəlin bunu tətbiq edək. Buna kölgə metodu deyirəm mən. Gəlin baxaq. Bir də qeyd edeyim ki, mən əsas C++-da solve edəcəm bunu addım Python-da da sınayıram, JavaScript-də də sınayıram, amma C++ daha çox bəyənirəm, həm də ki, algoritm olimpiadalar formatında daha çox C++
istifadə olunur birinci yerdə, sonra isə Python. Amma bu sizə mane olmasın, çünki burada sadəcə sintaksis fərq var. Mahiyyət tamamilə eynidir. Müxtəlif proqramlaşdırma dillərində bunu reallaşdırmaq çox da fərq eləmir. Baxdıqca onsuz da başa düşəcəksiniz. Bizə nums array ötürülür contains duplicate functiondan. Və burada nə edə bilərik? Burada mən birinci iterasiya yazıram, hansı ki nümunəvi olaraq bizdə tutaq ki belə ardıcıllıq verilib. 1, 2, 3, 2, 4, 5. Həmişə nümunəvi ardıcıllıq götürürəm. 1-dən başlayır, 2-dən başlayır, 1-i yoxlayır, 3-dən başlayır, bunları yoxlayır, bunlarla müqayisə edir, sonra 2-dən başlayır, bunlarla müqayisə edir. Yəni iterasiya bizdə sadəcə belə gedir. Gəlin baxaq. For int I 0-dan yox, 1-dən başlayır. Birinci iterasiyamız I kiçikdir. Bizdə nums array'in size və plus I. Belə. Birinci iterasiyamız sadəcə buradan başlayıb, buracan gedəcək. İkinci iterasiyamızda nə edirik? Int j başlayır 0-dan, j gedir haracan? Yox, tam daxil olmamaqla. Əgər I buradan başlayırsa, məsələn 0, 1, 2, ikinci indeksdən, j başlayacaq məsələn buradan və gedəcək buracan. Ona görə də mən burada yazanda əksinə buradan başlayıb belə gedəcək, ona ehtiyac yoxdur. Hələ j minus I minus 1-dən başlayır və j gedir haracan? Ta 0-cı indeksəcən. Yəni, məsələn, tutaq ki, I burada olsa, j buradan başlayıb buracan gedəcək. Və burada da minus j. Test kimi sadəcə cout ij edə bilərsiniz, baxmağa ki, düzgün gedirmi iterasiyalar. J endline. Məsələn, burada adi primitiv testimizi eləyək. Test case'imizə görə 1, 0, 2, 1, 2, 0, yəni 2 burada olanda 2, 1, 2, 0. Tamamilə düzdür. 3, yəni burada 3-cü indeks 1-dir. 2, 3, 1. Tamamilə düz gedir iterasiyamız. İndi isə nə etməliyik? O hal baş versə ki, tutaq ki biz buradayıq və axtarış başlayır aşağı düşməyə, bundan bir pillə əvvələ başlayıb və eyni ayıncı indeksdə olan elementin dəyəri j-ci indeksdə olan elementin dəyərinə bərabər olsa, o deməkdir ki, biz dublikat tapmışıq, təkrarlanan element tapmışıq və əlavə iterasiya eləməyə ehtiyac yoxdur. Prosesi burada dayandırsaq bəsdir. Biz burada nə edə bilərik? Əgər o hal baş versə ki, I-da olan element bərabərdir j-da olan elementə, return true, yəni dublikat tapdıq. Və bu return bu funksiyaya, metoda aiddir. Klasa daxil deyənə buna metod deyirəm mən. Və burada return true qaytaracaq və proses dayanacaq. Əlavə iterasiya olmayacaq. Və əgər bu hal baş verməsə, bütün iterasiyanı bitirsək, axırda return false olacaq. Məsələn, return false hansı halda qayıda bilər? Məsələn, bu example-da qayıda bilər. 1, 2, 3, 4. Burada dublikat tapılmayacaq deyənə bu hadisə baş verməyəcək. Ona görə də sonunda sadəcə bizdə return false qaytarılacaq. Gəlin run edib baxaq görək, düz işləyir yoxsa yox. Test case'lərdə olanlardan keçdi. Submit edib baxaq. Ümumi test case'lərdən keçirməyə yox. Last executed input. Time limit exceeded. Əslində proqramımız düzdür.
Sadəcə deyir ki, vaxt limitin keçdi. Burada kifayət qədər böyük inputlar verilir. Və bir deyilir ki, LeetCode deyə bilmirəm neçə saniyə qoyursa ümumi proqramın bitməsinə, timeout vaxtı nə qədər qoyursa. Amma məsələn tutaq ki 10 saniyə qoyub və 10 saniyə çərçivəsində keçmədisə artıq timeout error verəcək. Yəni kifayət qədər qeyri-optimaldır ki, LeetCode bunu qəbul eləmir. Və bunun optimallığını da ölçsək, baxaq görək burada nə qədər iterasiya olur. Böyük ehtimalla burada ümumiyyətlə böyük həcmdə təkrarlanmayan bizə array verilib. Gəlin baxaq. Tutaq ki 1, 2, 3, 4, 5. Bizim indiki alqoritmimiz verilən ölçüyə görə nə qədər hesablama edir? Gəlin onu analiz edək. Bizim alqoritmimiz başlayır buradan, gedir buracan. Bir dənə iterasiya. N də tutaq ki bizdə n, yəni ümumi arrayın sayısı 5'dir. Sonra başlayır buradan 1, 2. Üstə gəlsin 2 dənə operasiya. Sonra başlayır buradan 3 dənə iterasiya. Sonra başlayır buradan 4 dənə iterasiya. Verilən n-ə görə 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4, yəni 5 çıxılsın bir qədər iterasiya. İndi bunu sadə yazmaq üçün yuvarlaşdıram, deyirəm 5-əcən tutaq ki gedir, rahat olsun. Yəni ümumidə yuvarlaşdırsaq bizdə bu qədər iterasiya olur, operasiya. Bu da nəyə bərabərdir? İndi məktəb riyaziyyatından bilirik ki, verilən n-əcən, məsələn n tutaq ki 5-dirsə, bütün ədədləri toplasaq, bizdə alınacaq, yəni n vurulsun, n üstə gəlsin 1, bölünsün 2. Bu da açsaq, n kvadrat üstə gəlsin, n bölünsün 2 və kompleksdir ölçüyə görə bu da bərabərdir o n'in kvadratı. Yəni bizdə bu alınır, n kvadrat kompleksdə alınır, hansı ki bu misal üçün kifayət qədər qeyri-optimaldır. İndi maraqlansanız ki bu formula hardan çıxır, belə bir şey deyim. Məsələn, mən tutaq ki tez başa salacağım. 1-dən 5-əcən toplayıram. Tutaq ki bu hansı sama bərabərdir S-ə. 1-dən 5-əcən belə toplayıramsa bunu 5-dən 1-əcən də toplaya bilərəm. Hansı ki yerini dəyişməklə eyni sam alırıq. İndi söhbət ondadır ki bunların x-ini toplasam mən alıram nə? 6, 4 üstə gəl 2, 6, 3 üstə gəl 3, 6, üstə gəl 6, üstə gəl 6. Və bu da bərabərdir 2s. Düzdürmü? Yəni biz 6-nı 5 dəfə toplamış oluruq. Yəni bizdə n 5-dirsə, biz 6-nı 5 dəfə toplamış oluruq. Bizə də sam özü lazımdır. Biz 2 dənə samı toplasaq, burada belə bir şey alınır. Yəni bu bərabərdir 5 vurulsun 6, s də buradan bərabərdir 5 vurulsun 6 bölünsün 2. Amma biz 5 ilə kifayətlənmirik, biz n-i deyirik ki ixtiyaridir. Bu ixtiyari rəqəm ola bilər. Onda isə sam bizdə olacaq nə? N, yəni 5 vurulsun n üstə gəlsin 1 bölünsün 2. Ümumi formulamız belə, çox sadə. Yəni buna arifmetik progressiya deyirlər və bu arifmetik progressiya bizə kömək oldu ki, indiki alqoritmimizin qəlizliyini hesablayaq. O da edir, yuvarlaşdırsaq o n kvadrat. Tam dəyiliyi ilə n kvadrat üstə gəl n bölünsün 2 alınır bizdə. Başqa metod hansı ola bilər? Sorting and checking for duplicates. Gəlin baxaq. Birinci verilən array sort eləyirik, böyümə ardıcıllığından düzürük. İndi göstərəcəm nə. Yəni ikinci metodumuz nədir? Məsələn tutaq ki 4, 1, 5, 2, 3, 1 verilib bizdə. Mən birinci burada nə edirəm? Bunu sort edirəm. Sıralama düzürəm. Bunu da sıralama düzəndə bizdə nə alınır? 1, 1, 2, 3, 4, 5.
Bunu sıralamala düzdüm. Sonra nə edirəm? Mən yoxlayıram. Əgər 2-2 gedirəm. Əgər əvvəlki ədəd indiki ədədə bərabərdirsə, deməli dublikatı tapmışam. İstənilən halda belə düzülüşdən biz tapa biləcəyik dublikat varsa. Və yaxud başqa nümunə deyim. 4, 5, 6, 4 qoymuşam bura. Düzdürmü? Bu sıralasam, bura 3 də qoyum. 2, 3, 4, 4, 5, 6 alınır. Və 2-2 geçsəm, burada 2 dənə 4 rastıma gələcək. Və çoxalma sıralamala düzürəm deyənə, bunu sort eləyirəm deyənə. Eyni rəqəmlər yan-bayana düzələcək. Ona görə 2-2 yoxlamağım bəs eləyəcək. Gəlin bunu yoxlayaq, baxaq görək nə alınır bizdən. Bunu mən submit eləmişdim. Tutaq ki, hazır metod var onsuz da C++-də. Nums sort eləyir, begin və nums end. Belə bir dənə sort eləyək. For int I bərabərdir 0, I kiçikdir nums size və plus I. Burada nə edirəm? Sadəcə print edib baxıram ki, sort eləyir, yoxsa yox. Nums I. Debug eləyirəm, baxıram. Okay, 1, 2, 3, 1 verilibsə 1, 1, 2, 3 gözlədiyimiz kimi sort eləyir. Belə siyahı verilibsə istədiyimiz kimi sort eləyir. Əla. İndi mən nə edirəm? İndi mən 2-2 gedirəm. 2-2 necə? Mən 3 ilə 2-ni yoxlayıram, 4 ilə 3-ü yoxlayıram, 4 ilə 4-ü yoxlayıram, 5 ilə 4-ü yoxlayıram, 6 ilə 5-i yoxlayıram. Belə. Ona görə mən bunu birdən başlasam yaxşıdır. Və getdikcə nəyə yoxlayıram? Əgər nums I çıxılsın 1 bərabərdirsə nums indiki ayımız, əgər hələ bərabərlik baş veribsə, deməli biz dublikat tapmışıq. Belə. Gəlin bunu sort eləyək, baxaq. Görsətdiyinə ki, keçdi, submit eləyək, indi baxaq görə timeout errora düşürək, yoxsa yox. Keçdi. Hətta 82.28 statistik optimallıqla keçdik. Əslində bunu mən əvvəl submit eləyəndə 99% vermişdi. Nəyə görə bu keçdi, nəyə görə bu əvvəlki həlimizdən optimaldır? Gəlin baxaq. Birinci başlayır hər şey sortdan. Biz burada manual sort eləməmişik, hazır sort metodunu istifadə eləmişik. Amma hazır sort metodunu istifadə eləsəydi, backgroundda hansı sort metodu istifadə olunur? Böyük ehtimalla merge sort, quick sort, radix sort və s. Ən populyarı quick sortdur. Mütləq deyil o algoritm necə işləyirsə onu başa düşmək indidən. Tutaq ki, bizdə sort algoritmi var A adında, hansı ki verilən siyahını sort eləyir və kifayət qədər də böyük algoritm nə qədər time'a sort eləyir? N vurulsun log n. Logaritm 2 əsasda n-əcən. Nətər çıxır? Hardan düşdü bu formula? Logaritm hardan gəldi? Niyə 2 əsasda logaritm? Bunu qabaqdakı mövzularda mən başa salacağım. Bəzən də ümumi baxmaq məsələyə, misalı daha rahat köklənməyə bizə imkan verir. Bunların riyazi kombinator tərəfin mən növbəti algoritmlərdə başa salacağım. Ona görə narahat olmayın. Biz neynədik? Biz birinci sort elədik. Sort. Sonra neynədik kodumuzda? Sonra da təzədən həmən array'ın üstündən getdik. Dedik ki, baxaq ki, dublikat varsa, yoxsa yox. Tutaq ki, biz axıracan getdik. Bizdə həmişə elə ədədlər verilir ki, dublikatlar axırda düzülür. Yəni, n dənə operasiya eləməliyik. Okay. Check for duplicate. İki dənə prosedurumuz var.
Birinci prosedurun kompleksi n vurulsun loqaritmi 2 əsasda n-dir. İkinci də, yəni arrayın uzunluğu n-dirsə, n-dəni çek eləyirik, yəni ümumidə bu da eləyir n. Bunları da toplasaq neçə eləyir bizdə? N log 2 əsasda n üstə gəlsin n. Bunu n-i mötərizədən də çıxarda bilərik. Loqaritm 2 əsasda n üstə gəlsin 1. Bizdə bu kompleksdə alınır. Bayaqları bizdə nə alınmışdı? N kvadrat üstə gəlsin n bölünsün 2. Burada isə bu alınır. Bu daha azdır. Və buna qrafik şəkildə baxsaq, Desmos kalkulyatorundan gəlin baxaq, gəlin necə fərq eləyir. Fn funksiya verirəm. 2 dənə kompleksdir funksiyonu. N kvadrat üstə gəlsin n bölünsün 2. Yəni o bu sürətlə çoxalır. Qrafiki belədir. Sort alqoritmimizlə olsun n bərabər olur n vurulsun log əsasda 2 n üstə gəlsin n. Burada çox görünür, düzdürmü? Burada çox görünür. Amma bunu uzaqlaşdırsaq, ədədlər böyüdükcə görürük ki, əslində göy qrafikimiz daha optimaldır. Bu daha sürətlə qalxır. Məsələn, tutaq ki, burada neçədir? İndi tam ədəd götürmək istəyirəm. Tutaq ki, 414 element olanda təxmini bizim S alqoritmimiz göy 413 hesablama eləyirsə, məsələn, bizdə isə o qədər hesablamanı birinci yazdığımız alqoritm eləyir 88 dənə element olanda. 89 dənə element olanda təxminən. Yəni, fərq böyükdür həqiqətən də. İlkin təəssüratda elə görsənməsə də. Bu, bizdə indiki alqoritm kifayət qədər optimaldır. Bunu elədik. Bu bir də submit edeyim. Okey. Keçirik növbəti metoda. Ən optimalıdırmı deməzdim. İndi data struktur tətbiq eləməyə nə eləyəcək bunu? Hash setlə. Hash setlə bunu necə eləyəcək? Gəlim description-a. Niyə hash set, niyə hash map yox, niyə set yox və s. Bu suallar gəlir ağlımıza, düzdürmü? Bu metod nədir? Məndə tutaq ki, belə ədədlər verilib. Belə bir ardıcıllıq verilib və mən burada dublikat olmağını tapmaq istəyirəm. Mən nə edirəm? Mənim bir dənə hash setim var, kasam. Mən getdikcə onları bura əlavə edirəm. 2 əlavə edirəm. 2 bu setdə yoxdur, əlavə edirəm. 1 bu setdə yoxdur, əlavə edirəm. 5 bu setdə yoxdur, əlavə edirəm. 4 bu setdə yoxdur, əlavə edirəm. Və biri bura əlavə eləmək istəyəndə setmə əlavə edə bilməm, çünki bu artıq var. Varsa, deməli bu duplikatın göstəricisidir və prosesi orada da dayandırırım. Yəni, əlavə yaddaşdan istifadə eləməni yadımda saxlamaqla, mən cəmi bir dəfə üstündən keçməklə bilə bilərəm ki, burada duplikat var, yoxsa yox. Yəni, cəmi n maksimum, ən pis halda n dənə iterasiya bilə bilərəm ki, burada bu element var, yoxsa yox. Və burada mən unordered setdən istifadə edəcəm. Unordered set nədir? Bizdə ümumi set var. Set data strukturu bizə yaramır. Çünki düzdür, bu da elementləri özündə saxlayır. Amma bu onları ardıcıllı şəkildə saxlayır və ona görə də arxada binary tree qurur onun üçün. Hansı ki, əlavə computational vaxt alır. Unordered map var. Unordered map nədir?
key value, yəni açarı var, açara məxsus dəyəri var. Bu da bizə yaramır, çünki biz sadəcə nəyi bilmək istəyirik? Bu element ümumiyyətlə siyahımızda var, yoxsa yox? Yəni biz daha sadə bir şey istəyirik. Onun üçün də ən uyğunu unordered setdir. Unordered set nə edir? Məsələn, hash map'dən istifadə edirik burada, hash setdən. Əgər element varsa, yəni daha doğrusu əgər element yoxdursa, onu siyahımıza daxil edirik. Dərindən necə işləyirsə bu başa salmayacağım. Burada ümumi təsvirini yazmışam. Amma əsas nədir? Ortalama elementi əlavə eləmək constant time vaxt alır bizdən. Ən pis halda o n ala bilər. O da nəyə görə? Çünki hər setdə çoxlu collisionlar olanda onlar belə deyim, paylanmış şəkildə düzməkdən sonra vertikal şəkildə düzür. O da əlavə operasiyalar apara bilər. Amma bizim halda hələ olmayacaq. No guaranteed ordering of elements organized by hash of the key. Yəni burada ardıcılı şəkildə düzülmür. Yəni bizim bunları sort eləməyimizə ehtiyacımız yoxdur. Sadəcə bilmək istəyirik ki, bu element bizim toplumumuzda var, yoxsa yox. Onun üçün ən yaxşı optimalı unordered set data strukturudur. Nəinki set data strukturu. Çünki set data strukturu da eyni şeydir. Amma set data strukturu bunları ardıcılı şəkildə də binary, balanced binary tree ilə düzür. Hansı ki bizə lazım deyil. O əlavə olaraq ən azı login operasiya alacaq bizdə. Amma burada isə constant operasiya alacaq. Ümumi müqayisəni də burada qoymuşam. Unordered set nədir? Set, unordered map, unordered set. Unordered map də dediyim kimi açar və ona məxsus olan dəyər, o bizə lazım deyil. Bizə sadəcə elementin özü olsun. Var, bizim siyahımızda yoxsa yox. Bizə sadəcə o maraqlıdır. Gələcək alqoritmlərdə bunların da istifadəsini, use case-lərini göstərəcəm. Nəyə görə burada unordered map daha uyğundur, nəyə görə set daha yaxşı olar və s. Kodu yazmağa çox da vaxt itirən deyiləm. Sadəcə görsədim. Bizdə unordered set var. Görünübmü adını qoymuşuq. Və verilən arrayimizin üzərindən keçirik. Əgər bizim toplumda indiki element olubsa, bizdə belə yazırıq. Find value eləyirik. Ötürülən value-na baxırıq. Görək burada var yoxsa yox. Sin end bərabər deyəsə sinend, yəni deməli bu bizim toplumda var, deməli bu duplikatdır. İkinci dəfə rast gəlirik buna və orada da prosesi dayandırırıq, true qaytarırıq. Bundan dayanırıq. Əgər bu şərt olmursa, gəlib bura çatacaq kodumuz. O deməkdir ki, sadəcə value-nu toplumumuza əlavə edirik. Çox sadə. Əgər element varsa, deyirik ki, duplikatdır. Əgər element yoxsa, onu siyahımıza əlavə edirik. Və bunun da kompleksi təxmini nə olacaq? N dənə iterasiya buradan gedir. Yəni time kompleksiti o n olacaq. Space kompleksiti, yəni burada yaddaş da var bizdə. Əgər fikir verin, əgər bütün elementlər fərqli olsa, 5 dənə element verilib, hamısı da fərqlidir. Deməli, bizim toplumumuzda 5 dənə elementi yadda saxlamağa məcbur olacaq. O demək ki, əlavə yaddaş bizdə Sn olacaq. Yəni, n dənə iterasiya time baxımından və yaddaş baxımından isə əlavə niyə yazmadı? Memory. Belə. Bunu submit edək, baxaq. %63. Əvvəltəmdə deyən çox attempt elədik. Əslində ideal solution budur. Deyəcəm sizə bəzi hallarda niyə ideal solution vermir. Və burada bir dənə kritik problemi də tapacam. Ən yaxşı solutiona baxıram burada. Və bunun arxasında hansı ideya gizlənilib, bu ağlıma gəlmişdi. Amma bunun kompleksini hesablayanda gördüm ki, nəsə əmmalar var. Və əmma nədir sizə deyəcəm. Bu bizim artıq buna baxdıq unordered setə min-max yanaşmamızdır. Min-max yanaşması nədir? Məsələn, mən əvvəlki kimi elementlər verirəm
2, 4, 5, 1, 2, 8. Mən minimum götürürəm və maksimum götürürəm. Minimum müsbət sonsuzluqdan başlasın, maksimum isə mənfi sonsuzluqdan. Qoy buradakı elementlərlə qarışmasın. Mən bunun üzərindən gedirəm və burada həmişə minimumu, maksimumu tapıram. Burada ən minimum element hansıdır, ən maksimum element hansıdır. Məsələn, tutaq ki, indiki minimumumuz 2 eləyəcək. İndiki maksimumumuz 2 eləyəcək. İndiki minimumumuz tutaq ki 1 elədi. Sonra keçir 4-ə. İndiki maksimumumuz 4 olacaq. Minimumumuz olduğu kimi qalacaq. Sonra maksimumumuz 5-ə dəyişəcək. Minimumumuz 1, sonra 2, sonra 8 belə. Sonra da maksimumumuz axırda 8-ə dəyişəcək. İdeya burada nədir? Əgər minimum dəyişdisə və yaxud maksimum dəyişdisə, deməli, fərqli elementlərə rast gəlmişik. Fərqli elementlərə rast gəlmişik ki, minimum dəyişdi. Fərqli elementlərə rast gəlmişik ki, maksimum da dəyişdi. Və mən hesablamaqla ki, minimum, maksimum neçə dəfə dəyişibsə, tutaq ki, neçə dəfə dəyişir bizdə minimum, maksimum. Yəni, burada daha aydın görsənər. 1, 2, 3, 4. Ümumi ölçüsü 5'dir. 4 dəfə də dəyişib. Dəyişmə sayında minimum, maksimum dəyişməsini ölçürəm. Və ümumi də 4. 5 çıxılsın 4, ortada 0-dan böyük ədəd qalırsa, deməli dublikat var. Əgər bu 1 olmasaydı, 4 olsaydı, 5 dənə element varsa 5 dənə də dəyişiklik olacaqdı. Onda da 0 olacaqdı. O deməkdir ki, artıq dublikat yoxdur burada. İdeya budur. Və bunun üzərindən bir dəfə keçməklə eləmək olar. Və bunun da üstünlüyü nədir? Üstünlüyü odur ki, ON time kompleksdə alınır bizdə, space kompleksdə konstant. Çünki əlavə yaddaşa ehtiyacı yoxdur. Və elə verilən arrayın üstündən keçməklə minimum, maksimum dəyişmə sayılarını ölçməklə biz tapa bilirik ki, neçə də element var, yoxsa yox. Və burada da eyni məntiq tətbiq olunub. Int maksimum, int minimum, bu integer, maksimum integer qoyur, minimum integer qoyur və üstündən keçir. Burada sadəcə yoxlayır ki, əgər minimum, maksimum tapıldısa yeni, onları yeniləyirik, continue. Ancaq bu kod bizdə ən yaxşı performans göstərir. Problem də ondadır ki, bunda ən yaxşı performans olmalı deyil. Riyazi cəhətdən nəyə görə onu sizə başa salacağım. Belə bir senariya deyim. 2, 3, 1, 4 və burada tutaq ki 99 qoyuram. Burada da mənfi 99. Sonra buradan sonra nə qədər rəqəm gəlir? Mənfi 1, 2, 5, 8 fərq etməz. Yəni nə qədər rəqəm gəlir. Söhbət ondadır ki, əgər mən zənn eləsəm ki, minimum, maksimum bu siyahıda hələ 99 ilə mənfi 99'dur. Problem nə olacaq? Minimum makslar gəlib burada. Bu maksimumumuz olacaq. Bu da minimumumuz olacaq. Düzdürmü? Bundan sonra belə minimum, maksimum ədədlər gəlmir burada. O deməkdir ki, burada artıq duplikatların olmasını düzgün hesablayan deyil. Çünki buradan sonra, baxın, bu divardan sonra bizim minimumla maksimumumuz dəyişən deyil. Bunlar dəyişməyəcək deyənə, biz düzgün cavab çıxara bilən deyilik minimumla maksimumumuz nədir. Yəni, bunların dəyişmə sayına görə deyə bilən deyilik ki, duplikat var yoxsa yox. Bu artıq problemdir. Və bunun da həll yolu nə ola bilər? Və
Və bunun da həll yolu burada nə verilib? Və burada əlavə cycle yazılıb. İndiki iterasiyadan təzədən başlayırıq yoxlamağa ki, dublikat var yoxsa yox. Əgər minimumla maksimum öz yerini tapdısa, bundan sonra dəyişməyəcəksə, artıq minimum maksa güvənə bilmirik. Ona görə də buradan başlayaraq mən əvvəlki dediyim metodla təzədən axtarış başlayacaq. Mənfi 1-i buradakilərlə yoxlayacağım. Sonra 2-ni buradakilərlə yoxlayacağım. Belə. Amma nədənsə bu kod yenə də bizdə ən yaxşı skor yığır. Məsələn, submit eləsək, yox, mən əvvəlki kodum submit olacaq, səhv eləmirəmsə. Əvvəlki kodum submit olacaq. Da ki, bunu kopya edirəm. İndiki solutionum kimi yazıram. Submit. 100% verir. Və bu da problemdir. Problemdir nəyə görə? Problem də ona görə ki, mən hələ bir test ssenariyo seçərəm ki, məsələn, tutaq ki, milyon ölçülü siyahımız var, array'miz var. Və onun minimum maksı ilk 10 dənə elementdə gəlir. Bundan sonra min max, bundan sonra 10 milyon çıxılsın 10 dənə element var. Kifayət qədər elementimiz var burada. Və o maksımız, minimumuz, maksımız burada dayanır, artıq işimizə yaramır. Ona görə təzədən manual olaraq buradakiləri əvvəlkilərinə müqayisə eləməliyik. Elə bil ki, buradan təzədən n kvadrat üstə gəlsin n bölünsün 2 kompleksdə alırıq. Baxmayaraq ki, ilk 10-acan sadəcə 10 dənə iterasiya eləmişik, sadəcə n, belə deyim, xətti iterasiya eləmişik. Amma bundan sonra bunları yoxlamaq yenə də əvvəlki ən pis performansa gətirib çıxardacaq. O, n kvadrat. Amma nəyə görə LeetCode-da hiss olunmur? Çünki bu yazıdan alqoritm LeetCode-da qoyulan test ssenariyalar üçün yaxşıdır. Amma o demək deyil ki, bu ən optimalıdır. Bu kifayət qədər qeyri-optimaldır. Çünki mən həmişə elə ardıcıllıq seçə bilərəm ki, bu bundan yaxşı performans verməsin. Amma ən yaxşı riyazi cəhətdən performans bayaq göstərdiyim hash setlə, unordered setlə onu eləməkdir. Sadəcə elementlərin üstündən keçirəm, onu siyahıma əlavə edirəm, sonra hansı elementi əlavə eləmək istəyəndə görəndə ki, o siyahıda var, return true edirəm, prosesi dayandırıram. Və bu da o n time alır və space də əlavə yaddaşda n qədər yaddaş ala bilər. Bu qədər.